Hər dəfə şəkil çəkmək istəyəndə ilk növbədə nə çəkəcəyini düşünürsən. Və olur ki, kətanı molbertə qoyanda bu fikir dəyişə də bilər. Bu, rəssamın hansı əhval-ruhiyyədə olmağından çox asılıdır. Kətanda rəsmə başlamazdan öncə fikirləşdiyin fikir bir kənarda qala bilər və başqa bir fikir onu əvəz edə bilər. Artıq 50 yaşın mövzusu gündəmdədir. Gənclik dövrlərinin mövzuları demək olar arxada qalıb. Nəvay ilə tanış olmuşam tələbəlik illərindən. Belə olub ki, gəlib mənim qrupuma düşüb. Və bir insan kimi münasibətimiz yaxşı olub. Və o həmişə daimi çalışqan olub və can atıb sənətə. Mənim də elə uşaqlardan xoşum gəlirdi, özüm rəssam olduğu üçün. Daimi can atıb və ancaq bu məktəb proqramları ilə o kifayətlənmirdi, institut proqramları kifayətlənmirdi. Evdə də işləyirdi. Ev deyəndə onun qalmağa yeri yox idi. Orada, burada sığınacaq tapdığı yerlərdə, hətta imkan olmadığı vaxtda belə nəsə çalışırdı. Mümkün olmayan şeylərdən şəriətdə amma çalışırdı ki, qursun yaratsın və orada işləsin. Çardaqlarda, mən nə bilim, hansısa da Bakının, Orta Bakı belə biz deyirik, Orta Bakının o kiraya götürdüyü evlərdə həmişə o can atırdı, işləyirdi və mənlə məsləhətləşirdi. Mən gəlirdim, görürdüm onları, həvəsləndirirdim. Gördüm ki, bu doğrudan istedadlı bir oğlandır. Nəvai Metinlə ilk tanışlığı mən sizə qeyd edeyim. Birinci dəfə əgər mənim hafizəm korlanmırsa, o vaxt mənim dostum, qardaşım, məkanı nurdan olsun, Yaşar Nuri tanış eləyib. Və mən ilk tanışdıqda mən elə baxdım, rəssam məhrəbədə bu Koroğlu görkəmli bir insandır. İnanın, belə səmimidir. Yəni ki, onun baxsaz görkəminə əsl mənada belə samballı, yəni belə bir maraqlı bir qəhrəman rollarını ifadə eləyən belə Azərbaycanlı timsalında gördüm. Hətta deyim ki, sizə əvvəlcə mən onu elə bildim belə çox az danışan, nəsə belə quru insan kimi qəbul eləmək olar. Amma sonradan dəfəətən görüşəndən sonra, söhbət eləyəndən sonra, istər mən onun balalarının xeyir işində iştirak edəndə, o mənim balalarımın xeyir işinə gələndə gördüm, bu nə qədər səmimi bir insandır, nə qədər, yəni bayaq qeyd elədim, yenə dedim ki, biz torpaq adı o adam, insanı olmaq çox çətindir, hər adama o qismət olmur. Hamı istəyir ki, özünü başqa cür göstərsin. Nəvai Metinin artıq 50 yaşı olur və bu illərin xeyli hissəsi mənim gözümün qabağında keçibdir və onun uğurlarının nə şəkildə bir-birini əvəz eləməsini görmüşəm. Və əsas bir cəhət var ki, bu yaşa qədər yaradıcı insan əgər formalaşırsa, mükəmməlləşirsə, bu həll eləyir onun bütün həyatının, yaradıcılığının, şöhrətinin əsaslarını. Və bu vaxta qədər də Nəvai həqiqətən çox belə zəngin bir yaradıcılıq yolu keçibdir. Çox gözəl əsərlər yaradıb özdə təsviri sənətin, rəssamlığın çox müxtəlif janrlarında. Eyni zamanda bir ictimai xadim kimi də tanınıbdır. Yəni onun çoxlu sərgiləri keçirilib, çox müxtəlif ictimai təşkilatlarda, qurumlarda iştirak edibdir. Özdə yalnız Azərbaycanda yox, Azərbaycandan kənarda da onu yaxşı tanıyırlar. Yəni o ümumiyyətlə enerjili bir insandır və birinci növbədə təbiidir ki, onun enerjisi sənətə sərf olunur. Onun gözəl rəsm əsərləri var, gözəl portretləri var, təbiət mənzərələri var.
Və bir də onun yaradıcılığı üçün çox mühüm bir cəhət də var ki, Nəvai intellektual insandır. Yəni, mənsub olduğu xalqın, Türk dünyasının tarixini, ədəbiyyatını, mədəniyyətini yaxşı bilən bir ziyalıdır. Eyni zamanda çox dərin köklərlə o mənsub olduğu etnosa bağlıdır, mədəniyyətə bağlıdır və ona görə də onun yaradıcılığında o təbii bir energiya var. Təbii bir energiya. Yəni, onun seçdiyi rəhlərdən başlamış, yaratdığı süjetə, struktura, kompozisiyaya qədər həmişə bir təbiilik, canlılıq var. O özünə məxsusluq var, o millətinə məxsusluq var. Yəni, bu baxımdan o çox belə kökü dərin olan bir yaradıcıdır. Bugün çağdaş dünyamızda, yəni çağdaş incəsənətimizin meydanında Nəvai Metin artıq öz sözünü demiş sənətkarların birinə çevrilmişdi. Qürur duyacaq bir səviyyədə sıçrayışlar elədi bu sənətkar. Hansı ki, bu Nəvai körpə yaşlarından, lap uşaqlıq vaxtlarından mən deyərdim ki, bizi ilə bir yerdə, yəni Qarayazı savxozunda, Qarayazı meşənin ətəklərində bir yerdə böyümüşük. O vaxt mən ondan böyük olduğuma görə həmin o balaca Nəvai, həmin o qıvrım saç Nəvai, həmin o sarı saç Nəvai təbii ki, bizim o uşaqlıq dövrümüzün yaddaşında qalan Nəvai sonralar yəni gəldi Bakıya, necə ki, Akif Səməd demişkən, ay maşınçı, ay qatarçı, ay adam, bu şəhərə siz doğmasız, mən yadam, burax gedim. Ay sevdiyim, ay qadam, mən Bakıya oxumağa gəlmişdim. Atam istəmədi ki, mən rəssamlığa gələm. Və mənim sənətlərimi o vaxt yubatdılar. Əzim Əzimzadə adına rəssamlıq məktəbinə sənətlərim yetişmədi. Və məcbur oldum 9-10-cu sinifi yenə kənddə davam eləməyə. Amma qarşıma məqsəd qoydum, oxumağı arxa plana keçirdim. Ancaq rəsmlə məşğul olmağa çalışdım. Və bir təsadüf gəldim, o vaxt ki, Lenin adına Pedaqoji Universitetin Bədii Qrafika Fakültəsinə daxil oldum. Nəvai tələbəli illərlə seçilən, bütün yaradıcılığı ilə, bacarığı ilə, istedadı ilə fərqlənən tələbələrdən olmuşdur. Bu gün də onun yaradıcılığı həm Azərbaycan səviyyəsində, həm Türkiyə səviyyəsində, xarici ölkələrdə özünü göstərməkdədir. Nəvai müəllimi mən gənclik illərindən tanıyıram və qeyd etmək istəyirəm ki, ona dərs demişəm institutda və çox istedadlı, tələbəlik illərində də özünü çox maraqlı, istedadlı bir tələbə kimi göstərir və bilirsiniz, bizim Azərbaycan Rəssamlar İttifaqında Gənclər bölməsi var və o öz əsərlərini tələbə ikən sərgilərdə göstərir. Əlbəttə, baxmayaraq ki, o tələbə idi, bizim Rəssamlar İttifaqında ona tanıyırdılar bir rəssam kimi və onun əsərlərinə böyük qiymət verirdilər və institut qutarandan sonra Azərbaycan Rəssamlar İttifaqına qəbul oldu. Çoxlu dostlarım var. Bunlardan tələbə yoldaşlarım da var, tələbə dostlarım da var. Deyək ki, orta məktəbdən olan dostlarım da var, əsgərlikdən var. Və bir də təbii ki, bu mənim təmsilçisi olduğum Aktivist Sənətçilər Birliyindən olan dostlarım var. Və bunlar da sağ olsunlar, deyək ki, mənim nə zaman çağırsam səsimə səs veriblər və yox çağırmasam belə deyək ki, bir dar məqamında yanımdadılar. Nəvai Metin maraqlı rəssamlarımızdan biridir. Bir də onun bir xarakteri mənə çox xoşuma gəlir. O,
zəhmətsevər bir rəssamdır. Həmişə özlərində çalışandır. Rəssamlığın müəyyən janrlarında işləyir. Demək olar ki, rəssamlığın, demək olar rəngkarlığın bütün janrlarında özünü sınayıb və hamısında uğurlar qazanıb. Onun maraqlı, gözəl mənzərələri, natürmortları, kompozisiyaları və portretləri var. Yəni, bu xüsusilə əsl rəssama tələb olunan bir xüsusiyyətlərdir. O da Nəvai mətndə var. O mənim bir dost kimi, yoldaş kimi sevindirir. Nəvai Metini, Nəvai qardaşımı, Nəvai Məmmədoğlunu çox hələ erkən yaşlarından deyərdim ki, tələbəlik dövründən üzü bəri tanıyıram. Nəvai çalışqan oğlandı. Elə çalışqan olduğuna görə gəlib bu yarım əsrlik ömründə bu mərhələyə çatıb. Eyni zamanda bizim Türkiyədəki Sənətçilər Birliyinin Azərbaycan təmsilçisidir. Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisiyəm və rəsm komitəsi başqanıyam. Bizim əlaqələrimiz bu birliklə 2012-ci ildən başlayıb sıravi bir üzv kimi qəbul olunmuşuq. Amma artıq bu gün Azərbaycan təmsilçiliyinin 60-dan yuxarı üzvləri var. Artıq biz özümüz, deyək ki, bir müstəqil bir birlik olaraq, təbii ki, mərkəzi İzmirdə olan Aktivist Sənətçilər Birliyinin tərkibində, yəni Azərbaycan üçün müstəqil olaraq müxtəlif addımlar da atmışıq. Tədbirlər keçirmişik, yürüyüşlər, festivallar təşkil eləmişik və yaxud Türkiyədə keçirilən festivallarda, yarışlarda, sərgilərdə iştirak eləmişik. Bu yaxınlarda bizim İzmirdə hətta ancaq Azərbaycan üzvlərinin əl işlərindən ibarət sərgisini də təşkil elədik. Və onu deyim ki, oradakı sərgimiz bizim çox geniş əks-səda doğurdu. Hətta televiziya, radio, qəzet səhifələrində işıqlandırıldı. Bu il bizim artıq öz qalereyamızda fəaliyyətə başlayıb. Və artıq orada da biz üzvlərimizin, hətta bir neçə üzvümüzün sərgisini təşkil eləmişik. Və ən son sərgi mənim öz sərgim oldu. Onun haqqında müxtəlif fikirlər də artıq mediada var. Çünki bu sərgi Azərbaycanda indiyə qədər olmayan bir, analogu olmayan bir sərgi idi. Ki, rəssam öz sərgisində canlı kətanı götürsün, fırçasını götürsün və orada canlı bir ya portret çəksin, ya mənzərə çəksin. Bir var, həyatı xurcun edib daşımaq başqa, həyata məna verib yaşamaq başqa. Nəvai o şəxslərdən ki, həyatı çox mənalı verir, mənalı yaşayır. Onun bütün bu günə kimi onun fəaliyyətini izləyəndə biz bunu necə deyir, görə bilirik də. Nəvai mənalı həyat yaşayır hər barədə. Həm gözəl insandır ünsiyyətdə, həm gözəl rəssamdır, həm gözəl ailə başçısıdır, gözəl etibarlı dostdur. Ona görə mən ona doğma münasibət bəsləyirəm. Öz övladım kimi mən ona həmişə qəbul eləmişəm, elə də yanaşıram. Tarixdən məlumdur ki, sənətçilər, istər şair olsun, rəssam olsun, musiqiçi olsun, özlərinə təxəllüs götürmək bu normal bir haldır. Mən də Metin adını götürmüşəm. Yəni Türkiyədə artıq bir çoxları mənə Metin bəy deyə müraciət edirlər.
Orada hətta bəziləri məni Metin kimi tanıyır. Metin sözü əslində bu ilk dəfə sirrini açım. 3 övladım var. Qızım Məruzə, oğlum Elbəy, Təbriz və Met sözü oradan gəlir. Məruzə, Elbəy, Təbriz. Axırda gələn İN hərfi də mənim özümün soyadım və adım İbrahimov Nəvai. Demək, Metin alınır. Və hətta bu adı deyim, daha da sənədləşdirmək üçün mən bu yaxınlarda nəvəmin adına verdim bu adı ki, bu ad daha köklü, daha sənədli olsun deyə. Yəni rəssamlıq böyük bir sənətdir. Bu da ki, bizim qardaşımız Nəvai Metinə qismət olub. Mən həmişə ona uğurlar diləyirəm. Çünki o həyat adamıdır. Nəvai Metin torpaq adamıdır, bilirsinizmi? O torpaq adamı insan olanda o ayağını ki, ürəklə o torpağın üstünə ata bilir, yeriyə bilir ha. O insan öz sənətində də o cür olur. Yəni mütəxəssis sənət adamı sadə heç bir belə baxanda ki, elə rəssam da, aktyor da deyim sizə, elə bəstəkar da gərək xalq arasında seçilməsin ki, bu qeyri-adi. Bu sadə bir insan olmalıdır. Amma o öz istedadı ilə, məsələn, aktyor sənətdə elədir ki, öz ifaçılığı ilə, amma rəssamsa öz fırçasının yüksək səviyyəli nətər deyərlər, o qəlbindən keçən, beyninin süzgəcindən keçən ifadələrlə o rəng çalarları ilə səni əks elətdirir. Rəssam əlbəttə ki, böyük bir qüvvədir rəssamlıq. Buna Allah, necə deyərlər, vergisidir. Mən hər dəfə Nəvai Metinlə görüşəndə mən ona əsas o qədər də rəssam kimi böyük hörmətim var. Amma onun insani xüsusiyyəti, onun səmimi dost qədri bilməyi, dostcanlı olmağı, etibarlı olmağı mənə daha çox, ona necə deyərlər, hörmət və məhəbbət aşılayır. Nəvaini mən əlbəttə lap uşaq yaşlarından tanıyıram. Bilirəm ki, həm də çox belə etnoqrafik təbiəti olan bir oğlan olub həmişə. Və çalışıb o mənsub olduğu bölgəyə, kəndə çalışmayıb. O bəlkə də onun daxilindən gəlibdir ki, həmişə bağlı olsun. Və elə bir yəni məclis olmaz, elə bir yığıncaq olmaz ki, Nəvai, yəni onun o kəndliləri, ondan eyni rayondan, eyni bölgədən olanlar orada olsun və Nəvai orada olmasın. Yəni, bax, bu cəhəti də var ki, o dostlara, qohumlara, yaxınlara belə çox bağlı bir insandır. Bu da onun o təbiətinin etnoqrafikliyini göstərir və elə bilirəm ki, yaradıcı insan üçün, emosional bir insan üçün bu çox mühüm şərtdir. Yəni, sən öz balaca vətənini sevmirsənsə, böyük vətənini çətin seversən. O baxımdan onun yaradıcılığında da, elə insan kimi təbiətində də o sevgi, məhəbbət, qarşılıqlı münasibətlər konkretdir, daha mücərrəd şəkildə deyil. Bu da onun təbiəti ilə bağlı bir məsələdir. Uşaqlıqdan mənə dayaq olan dayılarım var idi, hansı ki artıq həyatda öz elm sahəsində öz mövqələrini artıq yaratmışdılar, yüksək mövqələrdə idilər. Onların sayəsində bəlkə də onlar mənə bir dayaq oldu, mayak oldu və mən onun arxasından gəldim, ancaq elm sayəsində yox, rəssamlıq sayəsində və sağ olsunlar ki, onlar da mənə manislik törətmədilər. Rəssamlıq əsəri elə bir əsərdir ki, ona doğrudan da dil lazım deyil.
Məşhur bir fransız rəssam var, Delacroix, onun məşhur bir sözü var, deyir, rəssam, sən sus. Yəni, rəssam susur, onun əsəri danışır. Yəni, onun əsərini də tamaşaçılar baxır, onun nə elədiyini o kətanda görür. Yəni, sözsüz ki, Nəvainin əsərlərində onları o əsərlərin danışmağa sözü var. Yəni, onun baxırsan natürmortlarına, məsələn, gördüyünüz kimi formaları, rəhləri verməyə çalışır. Ya təbiəti, görürsünüz, məsəl üçün, dəniz eləyib, bulud eləyib, sanki onlar canlıdır, sanki onlar hərəkətdədir. Və bunlar hamısı, elə bir ki, rəssamın, bilirsin necə, hər halda o əsərlər özü nəsə deyir. Nəvainin portret əsərlərinə baxırıq, onun o birisi tutaq tematik əsərlərinə baxırıq, ya istər natürmortlarına, ya mənzərə əsərlərinə baxdıqda görürsən ki, Nəvai artıq özünün sözünü deməyə çalışan, özünün stilini tapmış, özünün rəngini tapmış, özünün paletrasını tapmış və özünün fəlsəfəsini müəyyənləşdirmiş bir sənətkardır. Bu çox böyük işdir. Ümumiyyətlə, istənilən bir sənətdə ən vacib olan budur ki, sən öz sözünü deyə biləsən, sən öz ruhunu içində olan böyüklüyü ortalığa qoya biləsən, ya sözlə, şairsən, sözlə, bəstəkarsan, musiqi ilə, rəssamsansa, bəli, palitranın içərisindən üstündə bişirib ortalığa çıxartdığın, kətanın üstünə qoyduğun fikirlərinlə, əsərlərinlə, rəhlərinlə, çünki bu rəng bəşəri dildir, musiqi bəşəri dildir. Yəni, bu rəngi əsərlərə baxarkən, Nəvainin əsərlərinə istənilən dünyanın hansı ölkəsindən kim olur olsun, baxanda o artıq Nəvaini görə bilir, Nəvaini oxuya bilir, iş dünyasını görə bilir. Nəvai şairənə bir insan olduğu ki, şairənə təbiətli bir insan olduğu kimi, onun rəsmlərində də bu hiss olunur. Onun dəniz mənzərələri, adi bu təbiət mənzərələrinə baxanda, orada bir romantik hisslər, romantik duyğular hiss eləmək olur, romantik yanaşma və s. Eyni zamanda insanlara olan gözəl belə münasibət onun portretlərində öz əksini verə bilir. Yəni, başqaları hiss eləmədiyi, görmədiyi o insanlarda cizgiləri Nəvai görə bilir və yarada bilir, öz içində yarada bilir portreti. Ən çox da, ən böyük mən onu dəyərləndirirəm ki, onun ürəyin dərinliyindən gələn hissləri, o bəzi şəxslərin, hamısına eyni yanaşmaq olmaz, bəzi şəxslərin portretlərində tutaq ki, ilk növbədə mən ilk portretlərindən onun atasının portretini görmüşəm. Çox gözəl portretdir, nənəsinin portreti, çox gözəl portretdir, Şəhriyarın portreti. Ümumiyyətlə, portretin hamısı yaxşıdır, amma orada başqa bir doğma hissləri var. Kompozisiyon işlərindən də onun avtoportretləri var, çox qəşəng avtoportreti var. İndi bilmirəm, siz göstərəcəksiniz, göstərməyəcəksiniz. Tamaşaçılar üçün maraqlı olardı. Ayrı-ayrı görkəmli şəxslərin portretləri var. Mədəniyyət işçilərin, ümumiyyətlə, bu ictimai fəalların da portretləri, dövlət adamlarının portretləri, adi tələbələr, istədiyi, sevdiyi insanların isə maraqlandığı rəssam nəzəri nöqtəsində maraqlandığı bir obrazlar o həmişə onun diqqətini cəlb edir. Və onun özünə məxsus bir iş üslubu vardır.
Son illər onun yaradıcılığı demək olar ki, xeyli təbliğ olundu. Həm Azərbaycanda, həm Türkiyədə sərgiləri keçirildi. Və bundan sonra da təbii ki, daha çox keçiriləcək. Çünki artıq o özünün belə deyim ki, o kamillik dövründədir. Bundan sonra daha gözəl əsərlər yaradacaq. Ona görə ki, o artıq o müəyyən bir böyük potensiya toplamış bir yaradıcıdır və adətən sənətdə bu çox lazımdır. Yəni, gənclik yaradıcılıqda, eləcə də təsviri sənətdə gənclik belədir ki, daha çox axtarışlar dövrü keçirilir. Yəni, daha çox nə üzərində dayanacağını düşünür. Təbii ki, bu inersiya ilə gedir, istər-istəməz, amma bununla yanaşı tədricən artıq o 50 yaşdan sonra mən düşünürəm ki, hardasa 40-50 yaşlarında yaradıcı insan artıq öz mövzusunu tapır və o mövzu üzərində daha çox dayanır və bu baxımdan da elə bilirəm ki, Nəvai də artıq öz o sənət bucağı nədirsə onu müəyyənləşdirib, o sektorunu müəyyənləşdirib və bu baxımdan elə bilirəm bundan sonra Nəvaini hələ daha böyük, daha möhtəşəm, daha fundamental işlər gözləyir və onun enerjisi, istedadı, xüsusilə də zəhmətkeşliyi, bax bunu da mən ayrıca qeyd eləmək istəyirəm, ona bu imkanları verir. Nəvainin yaradıcılığında etnografikliklə yanaşı çox güclü bir ideologiya var. Yəni, o həm də fikir adamıdır. Yəni, onun o sənətində fikir, ideologiya, məfkurə, bunlar çox güclüdür və get-gedə də hiss edirəm ki, güclənir. Mən əminəm ki, onun həm indi yaratdıqları, həm gələcəkdə yaradacağı işlər bizim mədəniyyətimizi, incəsənətimizi yalnız Azərbaycanda yox, dünyada şöhrətləndirəcək. Ümumiyyətlə, insan ömrü uzaqdan görünən bir dağa bənzəyir. Çox dağın öz formasına görə bir gözəlliyi var, əzəmətinə görə bir gözəlliyi var. Çox gözəl bir görüntüsü var, amma o dağın içinə girəndə görürsən sıldırımlı qayalar var, keçilməz yollar var, aşırımlar var və ömür də beləcədir. Uzaqdan baxanda çox gözəl bir ömür görünür və mən onu deyə bilərəm ki, çox gözəl bir ömür yaşamışam bu 50 ildə. Həmişə mehriban, həmişə istiqamlı, həmişə yanımızda olsun.
50 yaşdan sonra bundan da qat-qat böyük enerji və istedadla işləsin və gözəl əsərlər yaratsın. Növbəti yarım əsrində də elə nə cür varsan, o cürdə qal. Nəvainin əsl şah əsərləri mən inanıram ki, hələ qarşıdadır. Rəssamlıq şəkil çəkməkdən ibarət deyil. Rəssam kimi yaşamaqdandır.